Ümid edək ki, maraqlı və bol qollu görüş izləyəcəyik. Və indi də Bakının heyətinə nəzər salaq. Əskər Əbdullayevin baş məşqçiliyi ilə mövsümə yaxşı başlamışdı komanda. Ardıcıl qələbələri də qazanmışdı. Amma sonradan maliyyə problemləri səbəbindən komanda pis günlərini yaşayır. Və 99 Rəhman Hacıyev. Bakının hücumu. Şəhriyar Əliyevin zərbəsi qapçı. Topu əlindən buraxdı və hakimin bayrağı qalxdı. Hakimin bayrağı qalxdı. Deyəsən oyundan kənar vəziyyət qeydə alınıb. Bəli. Gümüş 1992 və 1993-cü ildə isə bürünc medal qazanır. Və hesab açılır. Bakı hesabı açdı 15-ci dəqiqədə. Günc zərbəsindən sonra meydan sahibləri nəhayət ki istəklərinə çatırlar. Nəhayət ki Bakının fəallığı, Bakının bu qol vurmaq istəyi öz bəhrəsini verdi. Şoliçin günc zərbəsindən sonra ötürdüyü topa Denis Ivanov dəqiq baş zərbəsi ilə toxundu. Heç kəs Ivanova mani olmurdu və yaxın məsafədən Denis Ivanov fərqləndi. 1-0 Latviyalı müdafiəçinin vurduğu qol hesabı açdı. Məhərrəmov, Javier Junior uzaq məsafədən zərbə və qol! Mükəmməl qol! 28-ci dəqiqədə Javier Junior hesabı 2-0 etdi. Həqiqətən də turun ən gözəl qollarından biri olacaq. 2-0. Uzaq məsafədən dəqiq və qüvvətli zərbə Javier Junior tərəfindən 28-ci dəqiqədə Bakı hesabı 2-0 etdi. Bir daha baxaq. Təxminən 30 metr məsafədən qüvvətli zərbə top tirə sürtərək qapıya daxil oldu. Hesab 2-0'da artıq. Və daha bir top itkisi Şoliç. Junior'dan topu qəbul etdi. Winston Parks qapçı ilə üzbəüz qalıb. Winston Parks. Parks və 3-0. Parks qapçı Natiq Səhrətovu da aldatdı. Hesabı 3-0 etdi. Bu 39-cu dəqiqədə qeydə alındı. Parks aktivindəki qolların sayını bununla 5'ə çatdırır. Və bombardirlər siyasında ikinci, üçüncü yeri bölüşdürür. Sergey Artyuk'la birgə. Oyundan kənar vəziyyət yox idi. Aldadıcı hərəkətlər Winston Parks tərəfindən qapçını da keçdi. Və boş qapını dəqiq nişan aldı. Bakının qələbəsinə artıq şübhə yoxdur. İlk hissədə demək olar ki, Bakı məsələni həll etdi. Şoliç. Parks. Şoliçlə oynayır. Şoliçin zərbəsi və top toru yandan silkələyir. Aleksandr Şoliç özü də qol vurmaq istədi. 41-ci dəqiqədə. Şoliç 2 futbolçunu birdən aldatdı. Çesnauskis. Junior. Ləncidi Bakının futbolçuları. Yaxşı imkan əldə etmişdilər ək hücum üçün. Junior cərimə meydançasında və top qapının yanından keçdi. Dubl edə bilərdi Javier Junior 43-cü dəqiqədə. Yasin Abbasov. Və daha bir top itkisi. Şoliç və 4-0. Daha bir gözəl qol. Görüşdə Aleksandr Şoliç Turanın müdafiə xəttində qeydə alınan kobud səhvi bağışlamadı. 44-cü dəqiqədə. Darmadağınla üzdədir Turan komandası. Bəli, artıq qələbə haqqında indidən danışmaq olar. Böyük hesablı qələbə. Şoliç soyuqqanlı hərəkətlə 4-cü qolunu vurdu və aktivdəki qolların sayını 4'ə çatdırdı. Şou göstərir artıq Bakı doğma azarkeşlər önündə. İlk hissədə də bildirmişdim. Komandada davam edən maliyyə problemləri səbəbindən bəzi aparıcı futbolçular və baş məşqçisi də bu görüşdə. Yeri gəlmişdən hesab 5-0 ola bilərdi bu epizodda. Şəhriyar Əliyev 19 yaşlı futbolçu yaxın məsafədən fərqlənə bilmədi. Verpakovskis və Jaba yaxın məsafədən fərqlənə bilmədi. İnanılmaz vəziyyət.
Hörmətli tamaşaçılar, Qəbələ Neftçi maçı artıq yekunlaşıb. Qəbələnin inadlı komandası doğma meydanda son çempionu məğlub etdi. Jaba qapçı yaxşı oynayır, Natiq Səhrətov 5-ci qoldan xilas etdi komandasını. Kəsmişdi. 88-ci dəqiqə zərbə və gol! 5-0. Javier Junior daha bir gözəl gol vurdu. 88-ci dəqiqədə. Və azarkeşlərin yanına qaçır Javier Junior. Cərimə zərbəsindən mükəmməl gol vurdu. Javier Junior 2 gol vurub, ikisi də olduqca gözəl. Golun təkrarına baxaq. Təxminən 26 metr məsafədən cərimə zərbəsini gözəl yerinə yetirdi Javier Junior. Qapçı Natiq Səhrətov çox çalışsa da qola mane ola bilmədi. Topu canlı səttin üzərindən qapıya dəqiq vurdu Javier Junior. Beləliklə, Vüsal Əliyev final fitini səsləndirdi. Bakı Turanı 5 cavabsız qolla üstələdi. Təbrik edirik komandanı və ümid edirik ki, Turanda da hər şey qaydasında olacaq.